Salam dostlar, bugün sizlərlə doğru reklam vermə qaydalarından danışacağıq. Biz saytımızı yaratmışıq, sayta məhsullarımızı yükləmişik, eyni zamanda Instagram hesabımızı açmışıq və Instagram hesabımıza da nəzərdə tutaq ki, məhsullarımızı, paylaşımlarımızı paylaşmışıq. Bəs məhsullarımızın satışını artırmaq üçün reklamı necə verməliyik? Adətən bilməməzlikdən belə bir hal olur. Misal üçün, nümunə olaraq göstərim. Instagram hesabında postlar paylaşır və burada göndəriyi öne çıxar və yaxud tanıtımını yap deyə bir yazı olur. Ora daxil olub oradan reklam verirlər. Əslində isə bu düzdürmü? Əlbəttə ki, bu düzgün deyil. Çünki burada sizin üçün reklamların ayarlanmasında, ayar verilməsində çox az seçim verilir. Misal üçün, yaş seçimi verilir, bir də hansı bölgəni istəyirsə həmən bölgəni seçmə verilir. Bu sizin üçün kifayətdirmi reklam verməkdə, hədəf kütlənizə çatmaqda? Əlbəttə ki, xeyr. Bəs doğru reklamı necə verək, reklamlarımızı necə daha çox geri dönüş ala bilərik, ona baxaq. Birinci növbədə biz bilməliyik ki, reklamlarımızı hədəf kütləmizin qarşısına çıxarmalıyıq. Misal üçün, biz ana olacaq xanımlara paltar satırıqsa, bunu 65 yaş üzəri kişilərin qarşısına çıxarmaq bizə məntiqli deyil. Və yaxud da bunu biz Azərbaycanda, Bakıda satırıqsa və digər yerlərə çatdırmamız yoxsa, ancaq çatdırmamız Bakıyadırsa, digər bölgələrə verməyimiz məqsədə uyğun deyil. Bunların hər birini ayarlamalıyıq. Yaxşı, biz yaşı seçdik, hədəfi seçdik. Necə etməliyik ki, reklamlarımız ana olacaq xanımların qabağına çıxsın? Bizim bütün bu ayarlamaları etməyimiz üçün Meta biznes hesabına sahib olmağımız lazımdır. Və yaxud da belə deyək, Facebook biznes hesabına. Facebook biznes hesabının da öz strukturu var. Gəlin ilk olaraq ondan tanış olaq. Gördüyünüz kimi, Meta biznes strukturunu qısaca izah edək. Meta biznes hesabı olur. Yəni düşünün ki, Facebook hesabından başqa bir dənə də Facebook biznes hesabı var. Siz oradan qeydiyyatdan keçirsiniz. Və yaxud da artıq sizin istifadə etdiyiniz Facebookunuz var. Həmən Facebookla avtomatik daxil olursunuz və yaxud Instagramınızla avtomatik daxil olursunuz. Burada nəzərə alın ki, çalışın ki, öz adınıza uyğun olan, rəsmi pasportunuzda, şəxsiyyət vəsiqənizdə yazılmış olan, ad familiyanızla eyni olan Facebookla daxil olasınız. Növbəti mərhələdə bu yeni açılmış profil olmasın, çünki bloklamağa doğru gedə bilər. Yeni açsız deyə Facebook bunu təhdid kimi qəbul edə bilir ki, sən birdən Facebook yaratdın və arxasından biznes hesabı açsan və s. Burada hər hansı bir, belə deyək, saxtakarlıq mexanizminin qarşısını almaq üçün dayandırır. Yəni çalışın ki, köhnə bir və öz adınız olan Facebook hesabından və yaxud da Instagram hesabından qeydiyyatdan keçəsiniz. Hardan qeydiyyatdan keçirsiniz? Gördüyünüz kimi business.facebook.com bağlantına istəyək. Daxil oluruq bu hissəyə və mənim artıq kompüterdə Facebook hesabım açıq olduğuna görə mən Facebookla giriş et deyirəm. Hətta məndən yenidən istədi. Ümid edirəm şifrəm doğru yadımda qalıbdır. Və dostlar, mən Facebook profilimlə daxil olduqda, hal-hazırda məndə əvvəlcə istifadə etdiyimə görə səhifələr var. Sizdə isə bu hissələr olmayacaq və siz daxil olmalısınız bu hissəyə və biznes profilinin içində bir biznes hesabı, bir biznes obyekt tutaq ki, yaratmalısınız. Bu hissədən adını seçirsiniz. Biznes sahibinin ad soyadını seçirsiniz, yazırsınız, daxil edirsiniz. Və iş e-mail adresinizi qeyd edirsiniz. Yarat deyib davam edirsiniz. Və siz bunu yaratdıqdan sonra bura artıq bir Facebook
və yaxud da Instagram səhifəsini əlavə etməlisiniz. Hal-hazırda iləri deyirəm və başqa bir nəfəri bura rəhbər kimi və yaxud da hansı bir reklamçı ola bilər, reklamın uyğun ölçülərdə hansı yetkilərə sahib olmasını təsdiqləyib icazə verə bilirsiniz. Mən bu hissəni iləri deyirəm və onayla deyirəm. Bu formada irəliləyirsiniz və gördüyünüz kimi sizin üçün yeni bir biznes hesabı yaratmış oldu. Və siz bura nə əlavə etməlisiniz? Öz varlıqlarınızı, yəni Facebook səhifənizi, Instagram səhifənizi əlavə etməlisiniz. Ayarlara gedirik. Ayarlar hissəsindən isə burada gördüyünüz səhifələr hissəsinə daxil oluruq və əlavə edirik. Mövcud bir Facebook səhifəsi yaratmalısınız və yaxud da ki, siz mövcud olan Facebook səhifəsini, yəni burada şəxsi profilinizdən deyil, Facebookda olan səhifələr modulundan istifadə edirsiniz. Yeni bir səhifə yarat deyirik. Kateqoriya seçməlisiniz. Tutaq ki, buradan kateqoriya olaraq qadın geyim mağazası seçsiniz və sizdən qısa açıqlama istəyir. Və qısa açıqlamada yazırıq. Və next deyirsiniz. Qaydaları qəbul edirsiniz. Səhifə yaratdınız. Və bitdi. Artıq sizin də Facebook səhifəniz var. Bir yandan da digər tərəfdən daxil olsun Instagram hesablarına əlavə et deyirsiniz. Hansı siz Instagram hesabınızla bu hissəni bir-biri ilə əlaqələndirməlisiniz ki, Instagramda paylaşmış olduğunuz postları reklama verə bilərsiniz. Ümumiyyətcə Instagram səhifənizin reklama verə bilərsiniz. Yəni siz başqa bir şəxsin buradan bağlamamışsa, Instagram hesabına reklam verə bilməzsiniz. Gördüyünüz kimi artıq mən daxil olmuşam və avtomatik olaraq girişi təsdiqləyir. Məndən soruşur bu hesabdırmı və mən OK dedikdən sonra davam edir. Və gördüyünüz kimi artıq əlavə olundu və bitdi deyirik. Burada Instagram hesabımızı, onun kodunu və s. görürük. Biz bura yenə şəxsləri artıra bilirik və biz buna hal-hazırda ehtiyac duymuruq. Növbəti mərhələdə daxil oluruq ayarlara. Ayarlar hissəsindən bizə lazımdır ki, reklam hesabı yaradaq və əlavə et deyirik. Və buradan bizdən soruşur, yeni bir hesabınız varmı, mövcud bir hesab varmı və yaxud da yeni bir hesabını yaradırsınız və biz yeni bir hesab yaradırıq. Reklam hesabının adı yenə olur eyni. Və bu hissələri diqqətlə nəzərdən keçirin ki, sadəcə bir dəfə qeydiyyatdan keçərkən doldurursunuz. Növbəti dəfə bunu dəyişmək olmur. Ən əsas valyutanı. Biz buradan saatı doğru seçməliyik. Azərbaycan üçün saat +4'dür. Burada gördüyünüz kimi minuslar.
Buranı nə üçün doğru seçməliyik? Çünki biz vaxta uyğun reklam verə bilərik. Misal üçün gecə vaxtı ya günorta vaxtına saat aralığına həmən saat aralığı Azərbaycan saat aralığından eyni olsun. Ona görə buradan axtarıb tapırıq. Asiya Bakı. Və valyutanı Amerikan dolları seçə bilərsiniz və yaxud da ki, Türk lirəsi seçə bilərsiniz. Burada Azərbaycan manatı yoxdur. Ümumiyyətcə, bank əməliyyatlarında faizlər və s. komisyonlar daha uyğun olsun deyə Türk lirəsi seçirəm mən. İləri deyirəm. Və sizdən soruşur ki, bu sizin şəxsi biznesinizdir ya başqa bir şəxsin biznesidir. Və burada mən də nəzərə tuturam ki, bu sizin şəxsi biznesinizdir və iləri deyirəm. Qaydaları qəbul edirəm və reklam hesabını yaradıram. İndi burada növbəti mərhələdə biz ödəmə məlumatlarını, kart məlumatları əlavə etməliyik. Siz burada çalışın ki, həmən kartın içərisində azı 4 manat pul olsun, hətta 5 manat deyərdim. Çünki ilkin bir kartı yoxlamaq üçün pul istəyə bilər, çəkə bilər və yenidən yerinə qaytarmaq şərtindən bu olsun və kartın vaxtı uzun müddətli olsun. Çalışın burada kart məlumatlarını tez-tez dəyişməyin. Kartlar əgər tez-tez dəyişiklik olarsa, avtomatik sizin reklam hesabınız bağlana bilər. Və mən daxil olarkən başqa bir hissəyə daxil oldum, ona görə həmən hissə getdi. Daxil oluruq faktura və ödəmələrə. Bir qədər gözləyirik və burada ödəmə yöntəmləri hissəsindən kart əlavə etməliyik. Və burada sizdən maliyyəsi bir ayarlamağını istədim. Mən də dedim maliyyəsi mən başqa bir şəxsə ehtiyac yoxdur. Və buradan yenidən soruşur. Nədir? Azərbaycan, bölgə Azərbaycandır və valyuta olur Türk lirəsi. Davam et deyirik. Və artıq kart məlumatlarımızı bura daxil etməliyik. Və mən kart məlumatlarımı daxil etdim. Bir qədər gözlədim, uğurla tamamlandı, bitdi deyirəm. Artıq mənim kart məlumatlarım da bura daxil oldu. Yəni ödəniş məlumatlarımı daxil etdim. Facebookda başa düşdü ki, mən bu profili düzgün yaradıram və ödəniş məlumatlarımı yoxladı və uğurlu oldu. Növbəti mərhələyə təzədən qayıtsaq. Gördüyünüz kimi mənim burada hesabım var. Və mən buradan daxil oluram Instagram hesablarım hissəsinə. Məndən təzədən giriş etməyimi istəyir. Bilgiləri kaydet deyirəm. Gördüyünüz kimi artıq girişim təsdiqləndi. İndi mən daxil oluram. Yəni ümumiyyətcə biz daxil oluruq reklam hesablarına. Gördüyünüz kimi burada mənim reklam hesablarım var və eyni zamanda işlətmə bilgilərinə də keçə bilirəm. Gördüyünüz kimi yönət deyirəm. Buradan əgər hansısa bir ayarlamalarım varsa onu edə bilirəm. Bunu başqa bir şəxsi bura əlavə etmişdimsə onu qaldıra bilirəm bu hissədən. Və bu hissədən biz reklam yönəticisinə daxil oluruq. Gördüyünüz kimi reklam yönəticisinə daxil olduq və bizim burada gördüyünüz kimi bir strukturumuz var. Hansı ki kampaniya, reklam seti, reklamlar. Nəzərə alın ki, bu istər Meta reklamlarında olsun, istər Google reklamlarında olsun bu struktur davam edir. Siz bir kampaniya yaradırsınız. Kampaniyanın içində müxtəlif reklam setləriniz ola bilər. Misal üçün kampaniyanızın adı olur tanıtım reklamı, tanıtım kampaniyası. Yəni siz burada satış etməyi məqsəd tutmursunuz. Sadəcə səhifənizi və s. istifadəçilərin qabağına çıxarmağı nəzərdə tutsa da olur tanıtım. Reklam setində olur video reklam, kataloq reklam və yaxud post reklam bu formada. Və həmən reklamların setlərinin də içində müxtəlif 10 dənə, 15 dənə
və s. reklamlar yarada bilirsiniz. Fərqli kreativlərlə və bunları bir-bir test edə bilirsiniz. İlkin növbədə biz yaratdıq, buradan kampaniya yaradırıq və əsas məqsəd buradadır. Biz məqsədimizi müəyyən etməliyik. Biz nə üçün reklam veririk? Bizim reklamımız tanıtımdırmı? Sayta trafik çəkməkdirmi? Müştərilərə satış etmək üçün müştərilərin bizə mesaj yazmasını və yaxud digər proseslərimi həyata keçirməsini istəyirik. Potensial müştərilərimi tapmaq istəyirik. Yəni ki, daxil olsun saytımıza, ya bir formu doldursun, ya saytımıza keçib ödəniş etsin və s. bunları seçirik. Əgər bir proqram, bizdə proqramımız varsa, həmin proqramı yükləməyini istəyiriksə, proqram tanıtımını seçirik və satışlar. Burada siz katalog satışlar eləyə bilərsiniz və yaxud keçsin qeydiyyatdan keçsin, səbətə əlavə etsin, bunları keçə bilirsiniz. Biz ilk dəfə yaradırıqsa biznesimizi bilinirlik, tanıtım reklamı verməliyik və davam etdirməliyik bu hissədən. Və burada bir məsələ var. Çalışın satın alma türü, yəni reklam tipinin ödəniş tipi olacaq açıq artırma. Burada müxtəlif ayarlar var. Bu daha irəli səviyyədə olan üçündür. Reklam kampaniya büdcəsini və s. ayarlamaq üçün hələlik bu hissələri biz aktiv etmirik. Deyir, əgər buradan siz hansısa bir siyasi reklam və s. verirsinizsə, ya bir finansal məhsullar, istiqrazlar və s. satsız, əmlak elanısız, bu kateqoriyanı buradan seçməlisiniz. Bizim bir kateqoriyamız yoxdur. İləri deyib davam edirik. Və bu hissədə gördüyünüz kimi performans hədəf var. Burada performans hədəflərinə baxsaq, var reklamların erişimini ən üst səviyyəyə çıxarın. Yəni maksimum ayrı-ayrı şəxslərə göstər deməkdir birinci. İkincini seçsək biz, burada olur ki, müəyyən şəxslərə 1, 2 və ya 3 dəfə təkrar göstər. Biz hal-hazırda birincini seçirik. Hansı Facebook səhifəmiz var, onu seçirik. Əlavə olaraq Instagram səhifəmiz varsa və yaxud da başqa bir səhifəmiz varsa, onu əlavə edirik. Bizim Facebook səhifəmiz budur. Buradan irəliləyəcəyik. Reklam sonuç başına ücret, yəni burada göstərim burada bir reklam verməlisiniz ki, misal üçün 1000 nəfərə göstərimdə maksimum qiymət nə olsun, aksiyona girir burada reklamlar. Siz deyirsiniz ki, misal üçün 1000 nəfərə 1000 dəfə göstərim olsun, 50 TL-dən yuxarı olmasın, 100 TL-dən yuxarı olmasın. Bu hissəni hələlik boş qoyuruq. Bu aşağı düşdükdə biz büdcə və plan görürük. Buradan cəmi büdcəmi müəyyən etmək istəyirik, yoxsa günlük büdcəmi? Misal üçün siz toplam büdcə deyə bilərsiniz və toplam büdcəniz 525 TL-dən az olmamalıdır və yaxud da günlük büdcəniz olmalıdır. O da ki 7.7 TL yarımdan az olmamalıdır. Ümumiyyətlə günlük büdcə dedik. Burada əslində səhv dedim. 7 TL burada yazır, amma 41.44 TL-dən az olmaması lazımdır və 50 TL yazırıq. Gördüyünüz kimi artıq bu hissədəki qırmızı getdi, normal formaya düşdü. Aşağıda qısaca məlumat verir. Gündə ortalama 50 TL xərcləyəcəksən, maksimum günlük xərcləmə 87-88 TL-yə çıxa bilər. Yəni sən 50 TL qeyd etsən də bu bir 30 TL yuxarı və ya aşağı ola bilər bu formada. Aşağı olmur da daha çox yuxarı ola bilər. Və bu hissədən biz reklamlarımızın bir başlama və bitmə vaxtı varsa onu seçirik. Başlama vaxtı nə vaxt olsun? Misal üçün seçilib burada olan vaxt qalsın. Bitiş tarixi əlavə etmək istəyirəm, xeyr əlavə etmək istəmirik biz hal-hazırda və aşağı düşürük. Bu hissədə büdcə planlama var. Büdcə planlamayı biz ümumi olaraq göstərim. Misal üçün nə deyir? Burada bir qeyd var, deyir misal üçün büdcəmizi artır. Filan tarixdən filan saatda misal üçün büdcəmizi artır. Günlük büdcə miqdarına görə artır. Misal üçün 12 TL artır və yaxud da ki faizlə artır. Misal üçün biz bura saatlar qeyd edə bilərik. Tutaq ki günorta saatları və yaxud da gecə saatları hansısa bir saatlarda reklam xərcləməsini 25% artır. Yəni ki, daha çox həmin ərəfələrdə reklamımız daha çox görsənməyə meyilli olsun. Bu hissə bizə hal-hazırda lazım deyil. Hədəf kütlə kontrolləri. Bizim əsas hədəf kütləmizi burada seçməliyik və hədəf kütləmizlə bağlı ayarlamaları etməliyik ki, reklamlarımız doğru şəxslərin qarşısına çıxsın, doğru yerdə olsun və bizim məhsullarımızı ala biləcək şəxslərin qabağına çıxsın ki, biz reklamları
boşuna verməmiş olaq və reklamlardan geri dönüşlərimiz yüksək olsun. Və daha sonra aşağı düşürük. Bu hissədə hal-hazırda edəcəyimiz bir seçim yoxdur. Və irəli deyirik, yəni standart qala bilər, problem yoxdur. Yeni bir reklam adı. Misal üçün, trafik reklamı. Trafik reklamı. Qeyd edirik, şablon yarat deyirik. Və biz aşağı düşdükdə bizdən bir Instagram hesabı əlavə edib etməyəcəyimizi soruşur. Əlavə et deyirik. Facebook reklam hesabımıza və səhifəmizlə, hansı ki biz Facebook səhifəsi də yaratdıq. Həmən Facebook səhifəsindən Instagram hesabımızı bağlamalıyıq. Bağla deyirik. Davam deyirik. Və giriş olaraq icazə veririk. Və gördüyünüz kimi artıq bağlandı. Və biz aşağıya düşdükdə reklam yarat göstərir. Buradan yeni bir reklam yarada bilərik. Yəni postları və s. şəkilləri buradan əlavə edə bilərik və yaxud da mövcud bir göndəridən istifadə edə bilərik. Gördüyünüz kimi burada artıq Instagramdakı bizim göndərilər gəldi. Seçirik. Və bu hissəyə bizdə bir xəbərdarlıq gəldi ki, şəkil tapılmadı və yaxud da seçdiyiniz şəkil silinmiş ola bilər və ya ondan sizin istifadə etməyinizə icazəniz yoxdur. Böyük ehtimal bu hissədə bizim seçdiyimiz şəklin üzərində loqo var. O da tanıyır həmən firmanın müəllif hüquqlarına sizə həmən reklamdan istifadə etməyə icazə vermir. Və biz digər bir loqomuz olan postu seçək sadəcə. Gördüyünüz kimi artıq şəkli dəyişdikdə xəta da aradan qalxdı. Və burada düşünün ki, bir məhsul şəkli var. Sizə göstərir ki, reklamların müxtəlif yerlərdə hansı ölçülərdə olacağını. Misal üçün, Facebookda belə görsənəcək, Instagramda bu formada, axışda, yəni hekayədə bu formada və yaxud bu formada görsənəcək. Eyni zamanda aşağı düşüb biz digər formatları görə bilirik. Və biz bu hissədən aşağı düşdükdə bizdən bir düymənin, yəni orada olacaq butonun, düymənin, mətnin nə olmağını istəyir. Misal üçün, abunə ola bilər, bizimlə əlaqəyə keç, fiyat al, qiymət al, qeydiyyatdan keç, misal üçün, digər mesaj göndər və s. var. Burada mesaj göndər seçə bilərik, WhatsApp mesaj göndər seçə bilərik və yaxud da sayta keç seçə bilərik, müxtəlif seçimləri edə bilərik. İndi sifariş ver edə bilərik. Gördüyünüz kimi, avtomatik həmən buton da bu hissəyə gəldi. Və bu hissədə reklam alanlarını düzənləyin var. Tutaq ki, sizin reklamınız kvadrat formadadır, yəni postunuz hekayədə belə qaranlıq düşməyini istəmirsinizsə, buradan həmən reklam alanını seçə bilərsiniz və ora başqa bir şəkil əlavə edə bilərsiniz və yaxud qırpa bilərsiniz. Misal üçün, burada biz bu şəkli, bu reklamın hekayə hissəsində olan şəklin başqa ölçüsünü, əlimizdə olan 9-6-ya ölçüsünü seçib, dəyişib, qayd edib, davam edə bilərik. Orada yəni həmən ölçüdə olan şəkil görsənəcək. Burada isə bizə surətli müştərilərə cavab verməyimiz üçün seçimlər var. Misal üçün, müştəri sizə salam yazdıqda siz yaza bilərsiniz. Mərhaba, salam, müştərinin adı avtomatik oradan özü götürəcək. Misal üçün, düzənlə desək. Gördüyünüz kimi, buradan alıcının adı hissəsi var. Alıcının profilində olan adını götürəcək və siz digər mesajları yaza bilərsiniz. Əsas 3 sualı, misal üçün, yaza bilərsiniz ki, çatdırmanız varmı sualını müştəri üstünə butonunu tıklasın. Gördüyünüz kimi və avtomatik ona cavab getsin ki, bəli, çatdırmamız var və yaxud çatdırmamız Bakı daxilidir, çatdırmamız ödənişlidir və s. O sualları buradan siz əldə edə bilərsiniz, yəni hazırlaya bilərsiniz. Surətli cavablar. Sıx deyirəm buradan və aşağı hissəyə düşürəm. Və burada aşağı düşdükdə bizim üçün hal-hazırda önəmli bir şey yoxdur. Lakin biz daha sonra saytımıza piksellər əlavə edib, biz saytımıza müştəri yönəltdikdə onun saytda səbət atmasından və s. qeydiyyatdan keçməsinə ödəniş etmək üçün buradan ayıra verib pikselimizi qeydiyyatdan keçib piksel yaradıb davam edə bilərik. Və əslində biz burada yayımlama verməliyik. Lakin biz daha öncəki səhifəyə qayıdırıq və hədəf kütləmizin maraqlarına və s. daha üst səviyyədə qeydiyyatdan keçiririk, yəni tanıdırıq.
və biz hədəf kütlə seçimlərimizi və onun ayarlamalarını reklam seti daxilində edirik. Reklam yox, reklam seti daxilində edirik. Burada bizim hədəf kütlə seçimlərimiz var. Hədəf kütlə seçimlərimizdən konum olaraq Azərbaycanı seçə bilərik və yaxud şəhərləri seçə bilərik. Misal üçün, Azərbaycanı biz qaldıraq hal-hazırda buradan və yaxud Azərbaycanı seçmişik artıq qalsın. Ölkə olaraq burada var, bunları daxil et və bunları xaric tut. Misal üçün, bunları daxil etdik. Bakını daxil edə bilərəm. Bakı Azərbaycan seçə bilərəm. Və yaxud da tutaq ki, siz müəyyən bölgələri seçdiniz, sadəcə hansısa bölgənin xaric tutmaq istəyirsiniz. Tutaq ki, Gəncəni. Bu formaya gəldiniz və yazsınız Gəncə. Gəncə Azərbaycanı siz xaric tutursuz. Yəni reklamlarınız hər yerdə görsənir, lakin Gəncədə görsənmir misal. Burada bu ayarlamaları biz silirik. Sadəcə Azərbaycan qalmağı kifayətdir. Və yaxud da siz seçim edərkən hər hansısa bir radiusu olan bir hissəni seçmək istəyirsə, iynəni əklə deyib bura qoya bilərsiniz misal üçün. Axtarış yeri olmasa da. Gördüyünüz kimi iynəni qoyduqdan sonra yuxarıda koordinatlar gəlir və onun yan hissəsində bir kilometraj olaraq ölçü var görsən. Onun üzərinə daxil olub siz bunu radiusu genişlədə bilərsiniz. Misal üçün gördüyünüz kimi radius genişləndi. Hissələri ləğv edirəm. Gördüyünüz kimi burada digər ayarlamalar var. Yaş seçimləri hansı olsun? Tutaq ki, mən seçirəm 65-ə kimi yox, qoy olsun 30-a kimi. Azərbaycandan dedik ki, bizim hədəf kütlələrin adətən yaş qrupu düşür 18-dən yuxarı və 30-a dəkləyək. Hətta 32 belə seçmək olar. Cinsiyyətləri biz kişi də seçə bilərik, qadın da seçə bilərik. İndi daha niş olsun deyə qadınları seçirik. Detaylı hədəfləmə seçə bilərik misal üçün. Və bizim əsas müştərilərə doğru hədəf kütləyə çatmağımız üçün bu hissəni mütləq şəkildə etməliyik. Misal üçün göz ad deyirik. Burada demoqrafik bilgilər var, ilgi alanları var və davranışlar var. Bunu isə necə seçəcəyik? Daxil olacaq süni intellektdə ora kim olduğumuzu, nə satdığımızı, kimə satdığımızı qeyd edəcək və bizdən demoqrafik bilgilər, maraq dairəsi və hansı davranışlar olduğunu seçməli olduğumuzu soruşacaq. O bizə bunları qeyd edəcək. Siz bu hissələri doğru şəkildə etsəz, sizin digər səhifələrdən, digər mağazalardan bunları etməyənlərdən satış etmə ehtimalınız, yəni burada satışda əsasən belə bir problem də var ki, müştərilər sizə yaza bilər, lakin sizin satışı bağlama bacarığınız yoxdur, satış etməyəsiniz. Ona görə belə deyək, geri dönüş alma ehtimalınız daha çox olacaq. Bəlkə 50%, bəlkə 100%, bəlkə 200%. Siz digərlərindən daha çox geri dönüş alacaqsınız. Görsəz ki, siz Instagram səhifələrində, digər səhifələrdə var targetologlar, hədəf kütlə seçənlər, reklam profili yığanlar və onların uğurlu nəticə almasının ən böyük səbəblərindən biri bu hissədir ki, bu hissələri doğru şəkildə doldururlar. Və biz qayıdırıq süni intellektə və yazırıq ki, kim olduğumuzu və məqsədimizin nə olduğunu, kimə məhsul satdığımızı seçirik.
deyirik və deyirik ki, meta reklamlarında hədəf kütlə seçərkən seçməli olduğun davranışlar, hədəf kütləsinin davranışları və maraq dairələri nələrdir? Əlbəttə ki, biz hansı auditoriyaya satış etdiyimizi dedikdən sonra gözləyirik. Və gördüyünüz kimi bizə artıq öz hədəf kütləmizə uyğun hansı maraq dairələrini, yəni nəzərdə tutduğumuz hədəf kütləyə çatmağımız üçün hansı maraq dairələrini seçməli, hansı davranışları seçməli olduğumuzu göstərdi. Misal üçün, hamiləlik hədəf maraq dairəsi ola bilər. Ondan sonra burada zaten var hamilə geyimləri maraq dairəsi, ana olmaq, analıqla bağlı maraq dairəsi olanları seçirik. Uşaq şampunu, uşaq məhsulları, doğuş öncəsi baxım, doğuş, uşaq böyütmə, ailə və münasibətlər, təhlükəsiz və təbii məhsullar. Bu maraq dairəsi olan insanları seçirik və davranışlardan seçirik hamilə valideynlər və hamiləlik sonu, doğum sonrası dövr üçün olan kateqoriyalar var. Bunları bizə verir. İndi isə biz bunu daxil olaraq Facebookda tətbiq edək. Və biz ilk maraq dairəsini kopyalayırıq. Daxil oluruq bu hissəyə və axtarış edirik. Gördüyünüz kimi bu hissədən ikincini seçirik. Sonra yenidən qaydırıq. Digər hissənin başlığını mən kopyalayıram, daha tez tapa bilim deyə. Gördüyünüz kimi buradan biz bir il içində yeni evli olanları da seçirik. Yəni bir il içində evlənmiş olanları. Çünki onların da övlad dünyaya gətirmə ehtimalları çoxdur. Ümumiyyətlə biz bunları niyə seçirik? Bunları ona görə seçirik ki, Facebook istifadəçilərin məlumatları əsasında təhlil edirik. Onların hərəsini bir qrupa bölür. Misal üçün, maraq dairələrini tapır. Avtomobillərlə maraq olanlar, maşın almaq istəyən, ana olan, uşaq şəkillərini paylaşan və s. müxtəlif bunların məlumatlarını özündə saxlayır və reklam verərkən reklam verənlər bu reklam Facebookdan istifadə etsin deyə onların qabağına kifayət qədər çox seçim çıxardırlar ki, onlar Facebookda reklam versinlər, doğru hədəf kütləyə çatsınlar və Facebook oradan pul qazana bilsin. Və bunun üçün də bu hissələr var və bizim üçün də sərf edir ki, biz bu nişləri seçərək tam istədiyimiz, bizim məhsulumuzu ala biləcək müştərilərə çataq. Növbəti hissədə davranışlardan seçək. Və mən bura 50 yazıram. Bəzilərini ingiliscə tapır, bəzilərini türkcə tapır. Və onlayn alış-veriş olan hissəni də seçə bilərəm ki, onların onlayn alış-veriş etmə ehtimalı çoxdur. Və biz bu hissəni seçdikdən sonra aşağı düşürük. Hissəni X veririk. Reklam alanlarını özümüz seçmək istəyiriksə, reklam alanlarını manual reklam ayarları seçə bilərik. Əgər sizin postlar hər biri üçün ayrı-ayrılıqda seçiminiz yoxdursa, manual reklam ayarları seçin. Misal üçün, siz bu hissədə reklam vermək istəmirsiniz. Misal üçün,
Twitterə rəqib olaraq çıxardıqları sosial şəbəkədə reklam vermək istəmirsiniz və yaxud da Facebookda reklam vermək istəmirsiniz, sadəcə Instagramda reklam vermək istəyirsiniz, digər hissələri çıxardıb sadəcə lazım olanı saxlayırsınız və burdan isə hansı hissələrdə reklam verməli olduğu istədiyinizi seçirsiniz. Instagram akışdamı, profil akışındamı, ya kəşf etdi olsunmu və yaxud da kəşf et ana sayfasında olsunmu, bu hissədə olmağı məncə məntiqə uyğun deyil. Yəni bizdə buradan reklama tıklama sayı azdır. Bu hissəni bağlayıram və digər hissələr gəlir. Hekayələrdə olsunmu, reelslərdə olsunmu? Misal üçün şəkildirsə sonra bir musiqi və s. əlavə etməyəcəksə reelslərdə olmamasını istəyə bilərsiniz, istəmirəm və digər hissələr gəlir. Axtarışlarda çıxsınmı? Misal üçün olsun, problem deyil və daha fazla seçenek göstər deyib. Hətta biz bütün cihazlarda mı, Androiddə və s. olub olmamağını seçə bilərik. Bizim bunlara ehtiyac yoxdur. Bu adətən proqram yükləmələrində olur ki, Android uyğun proqram iPhone-larda göstərmə və yaxud daha əvvəlki versiyalara uyğun proqram deyilsə, həmən versiyalarda göstərmə deyə seçimlər etmək olur. Bunlar bizim üçün vacib deyil. Növbəti mərhələdə biz iləri deyirik və biz burada ayarlamalarımızı etmişdik. Kampaniyamızın burada puanını göstərir. Kampaniyamıza bir puan verib ki, sizin kampaniyanızın puanı 39'dur və aşağı tıkladıqda görək bizdə nə xəta var, xətanı göstərir. Gördüyünüz kimi burada bizdən göstərir ki, 6'dan az reklam yeri seçmişsiniz. Yəni bu hissələri, bu ödənişi çoxalda bilər. Yəni reklam başına geri dönüş ödənişini çoxalda bilər. Okeydir, bizim üçün problem yoxdur. Və təkrar biz bu hissəyə baxırıq. Reklamımızın adını seçdik. Facebook səhifəsini, Instagram səhifəsini seçdikdən sonra postlara baxdıq və yayımla deyib yayımlaya bilərik. Növbəti mərhələdə isə bizdə nə var? Biz burada faktiki olaraq mövcud olan bir postu deyil, yeni bir postu reklam vermək istəyiriksə, reklam yarat deyib buradan seçə bilirik ki, tək bir şəkilimi reklam vermək istəyirik, şəkil və videomu reklam vermək istəyirik. Siz ora həm şəkil, həm video seçsiniz. Reels hissəsində videonu göstərir, digər hissələrdə isə şəkli göstərə bilir. Dönən format hansı ki, karusel dediyimizdir. Yəni bir reklamda müştərinin qabağına reklam gəlir, sağa çevirdikcə artıq digər reklamları, məhsulları, şəkilləri və s. görə bilir. Əgər biz dönən formatı seçsək və aşağı düşsək, bizdən soruşur ki, reklamı hara yönləndirəcək? İnternet sayta mı yönləndirəcək, yoxsa WhatsApp-a mı yönləndirəcək, zəngə mi yönləndirəcək, yoxsa mesajlara mı? Buradan biz mesajları seçirik və mesajlardan Instagram yenidən hesabı bağla deyirik. Və buradan Instagramı seçə bilirik, eyni zamanda Messengeri seçə bilirik. Əgər hər ikisinə gəlməyini istəmiriksə, sadəcə bizə lazım olanı seçə bilirik və yaxud da ki, WhatsApp-ı bağla deyib, WhatsApp nömrəsini əlavə edib, WhatsApp-a mesaj gəlməyini istəyə bilirik. Və biz yuxarıda burada dönən format seçdiyimizə görə ən azı 2 şəkil bizdən yükləməyimizi istəyir və kartları əklə deyirik. Video kartı əlavə edə bilərsiniz, yəni videolar əlavə edə bilərsiniz, şəkil əlavə edə bilərsiniz. Biz hal-hazırda şəkil əlavə edirik. Bunu daha öncə qəbul etməmişdim, amma yenidən test üçün edək. Gördüyünüz kimi bu formada və nümunəyə baxsaq, bu formada sağa sola çevirə bilir. Və biz hər şəkilə əlavə məlumatlar yaza bilirik. Tutaq ki, biz burada eyni məhsulun bir neçə rəngini və s. qoymuşuqsa, misal üçün buraya yaza bilərik ki, misal üçün birinci hissəyə yaşıl rəng yaza bilərik, ikinci posta ağ rəngdir, ağ rəng yaza bilərik və açıqlamalarını verə bilərik və yaxud da burada ayrı-ayrı məhsullar ola bilər. Birincidə bir geyim ola bilər, ikincidə yastıq ola bilər, digərində Bremen ola bilər və s. Bunları əlavə edib hər birinə ayrı-ayrı biz mətnləri, açıqlamaları yaza bilərik.
Və son olaraq biz burada yenidən reklamlarımızın görsənəcəyi formanı baxırıq. Hər hansı bir uyğunsuzluq varmı, yoxmu? Bu formada test edirik və test etdikdən sonra yayımla deyərək reklamımızı yayımlaya bilirik. Yenə eyni zamanda buradan gəldi bizim son dəfə ilk reklam verdiyimizə görə hər dəfə soruşur. Hansısa məlumatlarınızda düzəliş etmək istəyirsinizmi? Biz düzəliş etmək istəmirik, seçdiyimiz var. Əgər sizin biznes hesabınız varsa, yəni verginiz varsa və s. və siz mənfəət vergisi ödəyicisisə və ya ƏDV ödəyicisisə, siz burada xərcləri, reklam xərclərini, rəsmi mühasibat və bütün ayarlamaları etdikdən sonra yayımla deyib, biz buradan ödəmə yöntəmimizi seçirik. İşlətmə ödəmə yöntəmi iləri deyirik və buradan varsayılan ayarlı olaraq deyib set davam edirik. Və yoxlanışı edir, bitdi. Lakin bizdə xəta verəcək, çünki daha öncə də gördüyümüz kimi bu şəkillər uyğun olmamışdı. Və burada ilkin növbədə reklamımız taslaqda görsənir. Daha sonra təsdiqləndikdən sonra aktiv görsənir. Və gördüyünüz kimi aşağıda bizə xəbər verdi ki, bəzi içərikləriniz yayımlanmadı, xətalar var. Detayları göstər dedikdə biz hansı reklam olduğunu bilirik və gedib onun üzərinə daxil oluruq misal. Oradan biz xətanın nə olduğuna baxa bilirik. Dostlar, bu dərsimizdə biz Facebookda işlətmə portfolyosu, yəni işlətmə biznes hesabı yaratmağı, reklam hesabı yaratmağı, necə doğru hədəf kütləyə reklam verməli olduğumuzu, yəni hədəf kütləni necə seçməli olduğumuzu, targeting etməli olduğumuzu öyrəndik və hansı reklam formatları var, digər ayarlamaları öyrəndik. Növbəti videolarda isə biz artıq ya layihə ərzində, ya layihədən sonraki dərslər çərçivəsində sizə reklam mətni necə yazılır, hansı reklam mətni yazarkən nələrə diqqət etmək lazımdır, bunlarla sizi tanış edəcək. Diqqətiniz üçün təşəkkürlər, çox sağ olun.